Mən sizin jurnalist marağınızı başa düşürəm, amma sizə açıq deməliyəm ki, sualın bu şəkildə qoyulmasını özüm üçün biraz təhqiramiz qəbul edirəm. Kimdir ki, Ramiz Mehdiyev mənimlə işləyir? Ümumiyyətlə, mən kiməsə işləyə bilərəm. Mən minlərlə, 10 minlərlə cəsur cəbhəçinin özünə lider seçdiyi bir şəxsəm. Mənim onların qarşısında məsuliyyətim var. Mən necə kiməsə işləyə bilərəm? Mən əgər vaxtilə Heydər Əliyevin qalıb onunla işləmək təklifini qəbul etməmişəmsə, həm də o zaman 28 yaşımda mən dövlət katibiydim. Yəni, faktiki Ramiz Mehdiyevin özünə ad qazandırdığı, demək, imkanlar, imtiyazlar qazandırdığı, çox böyük sərvətlər qazandırdığı həmin o vəzifəni mən 28 yaşımda könüllü şəkildə əlimin dalı ilə itəliyib o kabinetdən, həmin kabinetdən çıxmış adamam. Gənclərin yadına salmaq istəyirəm ki, vaxtı ilə Prezident Administrasiyasının rəhbəri vəzifəsinin adı dövlət katibi gedirdi. Mən o vəzifədən imtina edəndən sonra Heydər Əliyevin qalıb işləmək təklifinə baxmayaraq, əvvəlcə Lalə xanım təyin olundu dövlət katibi, sonra da Ramiz Mehdiyev həmin vəzifəyə təyin olundu. Bir müddətdən sonra da deməli onun adı dəyişdirildi, oldu Prezident Administrasiyasının rəhbəri. Yəni mən 28 yaşımda bir mənalı şəkildə rədd etdiyim bir vəzifədə oturan adama necə işləyə bilərəm? Və ona görə də mən bunu əlbəttə ki, özümə təhqiramiz qəbul edirəm. Və ümumiyyətlə sizin sualınız mənə imkan yaradır deyim ki, mən Azərbaycan xalqından başqa kimsəyə işləməmişəm, işləmirəm, işləmərəm də. Ona görə də hamı bilməlidir ki, mənim bundan sonraki nə qədər siyasi fəaliyyətim olacaqsa, bir mənalı şəkildə xalqımıza xidmətdən ibarət olacaq. Ona görə də bu məsələni bir mənalı şəkildə nöqtə qoymaq lazımdır. İkincisi, Ramiz Mehdiyev ölkədə faktiki ikinci böyük vəzifədə olan zaman və ölkənin idarə edilməsində çox mühüm rolu olan zaman mən ən çox repressiyalara məruz qalmışam. Mənim ailəmə qarşı olan repressiya, ailə üzvlərinin həbs olunmağı elə onun prezident aparatının rəhbəri olduğu zamanlara düşür. Mənim siyasi komandamın həbs olunduğu, bütün müavinlərimin, müşavirlərimin, köməkçimin, ən yaxın adamlarımın həbs olunduğu elə onun prezident aparatının rəhbəri olduğu zamanlara düşür. Hətta özümün işgəncə görməyim də onun prezident aparatının rəhbəri olduğu zamanlara düşür. Ona görə də bu çox absurd, çox yapışmayan bir iddiadır. Bilirsiniz, amma məni çox da təəccübləndirmir.